Rəsulun babası inşaat mühəndisi idi. Babasının tikdiyi Leningrad layihəli binalara baxanda həmişə arzu edirdi ki, böyüyəndə o da evlər tiksin. Amma babasından fərqli olaraq onun öz şirkəti olsun və o, standart layihələri yox, Bakının ən gözəl və ən müasir binalarını tiksin. İllər keçdi, Rəsul böyüdü və o öz arzularını reallaşdırdı. Böyük bir tikinti şirkəti qurdu. Hər şey yaxşı gedirdi. Ta ki, baş mühasiblə olan o söhbətə qədər. Rəsul bəy, bina tikintisi ilə məşğul olan şəxslər üçün vergi məcəlləsində xüsusi bir tələb var. Həmin şəxslər fəaliyyətə başlamazdan əvvəl ƏDV qeydiyyatına durmalıdır. Rəsul bir anlıq fikrə getdi və soruşdu. Bəs bu qayda yalnız tikinti şirkətlərinə aiddir? Baş mühasib cavab verdi. Xeyr, aksizli, məcburi nişanlanma ilə nişanlanmalı olan malların istehsalçılarına da aiddir. Bəli dostlar, vergi məcəlləsinin 154-cü maddəsinin 6-cı bəndi tikinti şirkətləri və aksizli malların istehsalçıları üçün belə sərt tələb qoyur. Bəs bizim Rəsul tikəcəyi binanın reklamını Facebookda yerləşdirsəydi, ƏDV ödəyicisi kim olacaq idi? Facebook yoxsa Rəsul? Dünya nəhənglərini hədəf alan bu sualın cavabı və vergi məcəlləsinin 154-cü maddəsinin 7-ci bəndinin izahı növbəti videomuzda olacaq.